Hakimiyyət tibbi sığortaya ayrılan vəsaiti tibbi sığortaya 30% azaldır İlham Əliyev. Bu nə deməkdir? O deməkdir ki, dəyərli həmvətənlərim, əvvəllər insanlar nə qədər olmasa həkim müayinələrindən pulsuz istifadə edə bilirdilər. Dirəşib istifadə edə bilirdilər. Çünki belə qərar var idi. 2026-cı ildən isə işləyən insanlar əmək haqqından böyük həcmdə tibbi sığorta haqqı tutulacaq. Və sizin əmək haqqınızdan tutulan sığortadan işləməyən adamlar da istifadə edəcək. Məmurlar, polislər. Lakin 2026-dan müayinələr müəyyən faizlə güzəşt olacaq. Məsələn, artıq həkimlər müayinə elədikləri xəstələrə ödənişin 30%-ni vətəndaş, 70%-ni devlət eləyəcək. Yəni, həkimə gedəcəksən, səni yoxladı da, tutaq ki, ciyərini, miyərini. Sən normalda verməlisən, rengenini verməlisən, deyək ki, 50 manat. Deyəcək ki, məsələn, 30% təxminən, deyək ki, 15 manatını sən ödəməlisən, 35 manatını devlət ödəyəcək. İndi burada da həkimlərin qiymətini, müalicə qiymətini elə artıracaqlar ki, məsələn, ciyərini rengen eləyib, yoxlayıb, dərman yazdı, neynədi, ağardı, qanından da analiz götür, dedi 100 manat eləyir. 100 manat alıb üçün keçən il 50 manat eləyirdi. Deyəcək 100 manat eləyir, hə. 30 manatını sən ödəyəcəksən, 70 manatını devlət ödəyəcək. Vəssalam. Gördünüz mü dəyərləmədim? İlham Əliyev ciqan da, qumarbaz da. İşsizlər isə tibbi müayinədən yararlanmaq üçün illik 130 manat ödəməlidir. Sən devlətdən pul almasan da 130 manat illik ödəməlisən ki, yararlanasan. Pulsuz yox. Güzəşli, yəni 30% sən 70% devlət. Güzəşli müayinə, necə deyərlər, həkim müayinəsindən yararlanmaq üçün sən ildə 130 manat ödəməlisən. Heç arada işləməsən belə. Nə gözəl qanunda İlham Əliyev. Vilayət sənin götünü yalasın İlham Əliyev. Əgər 130 manat icbari tibbi sığortaya ödənilməsə, işsizlər müayinə pullarını öz ciblərindən tam ödəməlidir. Əgər sən ildə 130 manat verməsən, sənə o kart verilməsən, yəqin orada kart veriləcək. Sən 130 manat ödəməsən, sən gedəcəksən, həkimə gedəndə sən daha tam ödəyəcəksən. Sənə güzəşt olmayacaq. Ay işsizlər. İşləyənlər isə müəllimlər, həkimlər, kimlər, qamaxozda işləyənlər. Sizlər məcburi qolunuzdan, maaşınızdan tutacaqlar. İcbari tibbi sığorta tutacaqlar. Öyle böyük məbləğdə. Və siz həkimə gedəndə, yenə deyim, 100 manat müayinə eləyəcəksə, onun 30'unu devlət. Dərmanınız adı cibindən alacaqsan. O heç, dərmandır, hər şey, müalicə özümündür. Amma təkcə müayinə, yəni ciyərin başı şübhələnirsən, deyirsən, mənim başım ağrıyır, rengen elə, ciyərim ağrıyır. Yəni o müayinəni eləyirlərsə, diaqnoz verirlər. Ha, ora qədər. Ondan sonra ki, zaten sənin boynundadır. Ora qədər deyirlər ki, sənin dərdin buymuş, aparatların pulu budur, həkim zəhmət haqqısı budur, ümumi budur, 100 manat. 30% sənindir, get, 70% devlət ödəyəcək. Halbuki qiyməti elə qaldıracaqlar ki, əvvəlki, məsələn, 1-2 il, 3 il bundan qabaq elə 30 manata bunu eləmək olurdu.